mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər. Həqiqətən Rəbbim bağışlayandır, rəhimlidir. Padişah dedi, onu yanıma gətirin. Onu özümə yaxın adam edəcəyəm. Onunla söhbət etdikdə, sən bugün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan, dedi. O dedi, bu yerin xəzinələrini qorumağı mənə tapşır. Çünki mən qoruyanam, bu işi bilənəm. Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik. İman gətirənlər və müttəqi olanlar üçün əlbəttə axirət mükafatı daha xeyirlidir. Yusufun qardaşları Misrə gəlib onun yanına daxil oldular. Yusuf onları tanıdı, onlar isə onu tanımadılar. Yusuf onların ərzaq yüklərini hazırlayarkən dedi, ata bir qardaşınızı yanıma gətirin. Məyər görmürsünüzmü ki, mən ölçüyə tam riayət edirəm və mən qonaqpərvərlərin ən yaxşısıyam? Əgər onu yanıma gətirməsəniz, mənim yanımda sizin üçün bir qab belə ərzaq verilməyəcək. Özünüz də mənə yaxınlaşmayın. Onlar dedilər, ona görə atasını razı salmağa çalışarıq. Biz əlbəttə bunu edərik. O, öz xidmətçilərinə dedi, onların taxıl əvəzinə ödədikləri mallarını da yüklərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə onu başa düşsünlər və ola bilsin ki, qayıtsınlar. Onlar atalarının yanına qayıtdıqda dedilər, ey atamız, daha bizə ərzaq verilməyəcək. Ölçüb ərzaq almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Şübhəsiz ki, biz onu qoruyacağıq. O dedi, daha öncə qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah daha yaxşı qoruyur. O, rəhimlilərin ən rəhimlisidir. Onlar yüklərini açdıqda, verdikləri mallarının da özlərinə qaytarıldığını görüb dedilər, ey atamız, bizə daha nə lazımdır ki? Budur, sərmayəmiz özümüzə qaytarılıb, biz ailəmizi ərzaqla təmin edər, qardaşımızı qoruyar və bir dəvə yükü artıq ərzaq alarıq. Bu isə satın aldığımızın az bir miqdarıdır. O dedi, əhatə olunub çarəsiz qalmanız istisna olmaqla, onu yanıma gətirəcəyinizə dair Allaha and içməyincə onu sizinlə göndərməyəcəyəm. Onlar and içdikdə Yaqub dedi, Allah söylədiklərimizə vəkildir. O dedi, ey oğullarım, şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq ona təvəkkül etsinlər. Atalarının onlara əmr etdiyi yerlərdən daxil olmalarının Allahın yanında onlar üçün heç bir faydası olmadı. Lakin bu, Yaqubun nəfsindəki bir istək idi ki, onu da yerinə yetirdi. Həqiqətən də o, elm sahibi idi. Çünki onu biz öyrətmişdik. Lakin insanların çoxu bunu bilmir. Onlar Yusufun yanına daxil olduqda, o qardaşını bərk-bərk qucaqlayıb dedi,
Həqiqətən mən sənin qardaşınam. Onların tutduqları işlərə görə kədərlənmə. Yusuf onları azuqə ilə təmin edərkən, qardaşının yükünün içinə bir piyalə qoydu. Sonra bir carçı qışqırıb dedi: Ey karvan əhli, siz oğrusunuz. Qardaşlar onlara tərəf dönüb, nə itirmisiniz, dedilər. Onlar dedilər, padişahın piyaləsini itirmişik. Onu gətirənə bir dəvə yükü ərzaq veriləcək. Carçı, mən buna zaminəm, dedi. Onlar dedilər, Allaha and olsun, siz bilirsiniz ki, biz bu yerlərə fitnə fəsad törətmək üçün gəlməmişik və biz oğru da deyilik. Onlar dedilər, əgər yalancısınızsa, onda onun cəzası nədir? Qardaşlar dedilər, onun cəzası itmiş piyalə yükündə tapılan kimsənin özünün kölə edilərək cəzalandırılmasıdır. Biz zalimları belə cəzalandırırıq. O, qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı. Sonra da piyaləni qardaşının yükündən çıxartdı. Biz Yusufa belə bir tədbir öyrətdik. Allahın istəyi olmasaydı, padişahın qanunlarına görə o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır. Onlar dedilər, əgər o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi. Yusuf bunu öz içində gizlədib, onlara açıb söyləmədi və öz-özünə, siz daha pis mövqeydəsiniz. Allah sizin nə dediyinizi çox yaxşı bilir, dedi. Onlar dedilər, ey hökmüdar, onun çox qoca atası var, onun yerinə bizim birimizi götür. Həqiqətən biz səni yaxşı adam hesab edirik. O dedi, Allah eləməsin ki, yanında malımızı tapdığımız kəsdən başqasını tutub saxlayaq. Onda biz zalimlardan olarıq. Ondan ümidlərini kəsdikdə, məsləhətləşmək üçün bir kənara çəkildilər. Onların böyüyü dedi, atanızın sizə Allaha and içdirməsi, bundan əvvəl də Yusufa qarşı haqsızlıq etdiyiniz yadınızdadırmı? Atam mənə izin verməyincə və ya mənə aid Allah hökm verməyincə, mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır. Atanızın yanına qaydın və deyin, ey atamız, oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilənlər deyilik. Olduğumuz kənddən və birlikdə gəldiyimiz karvandan soruş. Biz həqiqətən də doğru danışırıq. Yaqub dedi, xeyr, sizin nəfsiniz sizi bu işə sövq etdi, mənə isə yaxşı səbir gərəkdir. Ola bilsin ki, Allah onların hamısını mənə qaytarsın. Həqiqətən də O, biləndir, müdrikdir. Yaqub onlardan üz döndərdi və heyf Yusufdan dedi. Kədərdən onun gözlərinə ağ gəldi. O, dərdini öz içində saxlayırdı. Onlar dedi, Allaha and olsun ki, Yusufu sən tez-tez yada salmaqla axırda ya əldən düşəcək, ya da öləcəksən. O dedi, mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm və Allahdan nazil olan vəh sayəsində sizin bilmədiklərinizdən agah oluram. Ey oğullarım! Yusuf və qardaşından xəbər tutmaq üçün yola düşün. Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər. Onlar Yusufun yanına girdikdə dedilər, ey hökmüdar,
Biz və ailəmiz fəlakətə uğramışıq. Biraz mal gətirmişik. Bizə bunların əvəzində ölçünü tam elə və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar. O dedi, sizin nadanlığınız dövründə Yusufa və qardaşına nələr etdiyiniz yadınızdadırmı? Onlar dedilər, yoxsa sən özün Yusufsan? O dedi, mən Yusufam, bu da qardaşımdır. Allah bizə mərhəmət etmişdir. Kim Allahdan qorxsa və səbr etsə, bilsin ki, Allah yaxşı iş görənlərin mükafatını puç etməz. Onlar dedilər, Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə günahkar olmuşuq. Yusuf dedi, bugün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın. O, rəhm edənlərin ən rəhimlisidir. Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin. Kərvan Misir torpağından ayrılanda ataları dedi, mən həqiqətən də Yusufun qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız. Onlar dedilər, Allaha and olsun ki, sən hələ də öz köhnə yanlışlığından əl çəkməmisən. Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri açıldı və o dedi, məyər sizə deməmişdimmi ki, mən Allahdan gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm? Onlar dedilər, ey atamız, Allahdan bizim günahlarımızın bağışlanmasını dilə. Doğrudan da biz günahkar olmuşuq. O dedi, mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən O, bağışlayandır, rəhimlidir. Onlar Yusufun yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi, əmin-amanlıqla Allahın istəyi ilə Misrə daxil olun. O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar hamısı onun qarşısında səcdə etdilər. O dedi, atacan, bu çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan yanıma gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən O, biləndir, müdrikdir. Ey Rəbbim, sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan, sən dünyada da, axirətdə də mənim himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməli salihlərə qovuşdur. Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar hilə quraraq işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin. Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. Sən ki, bunun əvəzinə onlardan bir mükafat istəmirsən. Bu, Qur'an aləmlər üçün ancaq bir öyüd nəsihətdir. Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. Məyər onlar Allahın hər şeyi bürüyən əzabının onları qaplamayacağına və ya özləri də hiss etmədən o saatın onlara qəflətən gəlməyəcəyinə əmindilərmi?
De ki, bu mənim yolumdur. Mən və mənə tabe olanlar mötəbər dəlillərə əsasən insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm. Biz səndən əvvəl də məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən elçi göndərdik. Məyər müşriklər yer üzündə gəzib, dolaşıb, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlər? Əlbəttə, axirət yurdu Allahdan qorxanlar üçün daha xeyirlidir. Məyər anlamırsınız? Elçilər hər dəfə ümidlərini itirdikdə və özlərinin yalançı hesab edildiklərini güman etdikdə, köməyimiz onlara gəlir və istədiyimiz kəs də nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla dəf olunmaz. Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Qur'an uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir. İman gətirən bir cəmaat üçün hidayət və mərhəmətdir. Ər-Rəd, Göy Gürültüsü surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əlif, Ləm, Mim, Ra. Bunlar kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir. Lakin insanların çoxu buna inanmır. Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də bunda dərin düşünən adamlar üçün dəlillər vardır. Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli, şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da bunda başa düşən adamlar üçün dəlillər vardır. Əgər təəccüblənirsənsə, onların doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. Müşriklər səni yaxşılıqdan öncə əzabın gəlməsinə tələsdirirlər. Halbuki onlardan əvvəl neçə-neçə ibrətamiz cəzalar olub keçmişdir. Həqiqətən Rəbbin insanların zalımlığına baxmayaraq tövbə edənləri bağışlayır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir. Kafir olanlar deyirlər, niyə ona Rəbbindən bir möcüzə endirilməyib? Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yol göstərəni vardır. Hər bir dişinin bətnində nə daşıdığını, bətinlərin nəyi əksildib, nəyi artıracağını, uşağın 9 aydan tez yaxud gec doğulacağını
Allah bilir. Onun yanında hər şeyin müəyyən ölçüsü vardır. Allah qeybi və aşkarı biləndir, böyükdür, ucadır. Aranızdan sözü gizlədənlər də, onu açıq deyənlər də, gecə gizlənib, gündüz gəzib dolananlar da Allah üçün eynidirlər. Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub, onu qoruyan mələklər vardır. Həqiqətən də insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir qövmə pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların ondan başqa ixtiyar sahibi yoxdur. İldırımdan qorxasınız və yağışın yağmasına ümid bəsləyəsiniz deyə sizə şimşək göstərən və yağış dolu ağır buludları var edən odur. Göy gürültüsü həmd edərək ona təriflər deyir. Mələklər də onun qorxusundan təriflər deyirlər. Allah ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir. Haqq çağırış yalnız onadır. Müşriklərin ondan başqa çağırdıqları isə onlara heç bir şeylə cavab vermirlər. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovucunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb içməyincə, su onun ağzına çatan deyildir. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir. Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər axşam istər-istəməz Allaha səcdə edir. De ki, göylərin və yerin Rəbbi kimdir? De ki, Allahdır. De ki, siz onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanları mı özünüzə dost tutursunuz? De ki, körlə görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi? Yoxsa onlar Allaha, onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü. De ki, hər şeyi yaradan Allahdır. O təkdir. Hər şeyə qalib gələndir. O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel də üzə çıxmış bir köpüyü götürüb aparır. Bəzək şeyləri və ya başqa əşyalar düzəltmək üçün insanların odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər bir köpük olur. Allah haqqa və batilə belə misallar çəkir. Köpük yox olub gedir. İnsanlara fayda verən şeylər isə yerində qalır. Budur Allahın çəkdiyi misallar. Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət hazırlanmışdır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o qədəri də onların olsaydı, əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq hesab çəkiləcəkdir. Onların sığınacaqları yer cəhənnəmdir. Ora nə pis yataqdır. Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə kora bənzəyə bilərmi? Bundan ancaq ağıl sahibləri ibrət alarlar. O kəslər ki,
Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri, qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir, Rəbbindən qorxur və pis haqq hesabdan çəkinirlər. O kəslər ki, Rəbbinin üzünü diləyərək səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün axirət yurdu, əməli salih ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları ədim bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər: səbr etdiyinizə görə sizə salam olsun, axirət yurdunuz necə də gözəldir. Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurt vardır. Allah istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür. Kafir olanlar deyirlər: niyə ona Rəbbindən bir möcüzə endirilməyib? De ki, şübhəsiz ki, Allah istədiyini saptırır. Tövbə edib ona üz tutan kimsəni isə doğru yola yönəldir. Bunlar iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. İman gətirib salih əməllər edənlər üçün xoş güzaran və gözəl qayıdış yeri hazırlanmışdır. Beləliklə, biz səni özündən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir ümmətə göndərdik ki, onlar mərhəmətli Allahı inkar etdikləri halda sənə vəhy etdiyimizi onlara oxuyasan. De ki, o mənim Rəbbimdir, ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən yalnız ona təvəkkül edir və ona üz tutub tövbə edirəm. Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və yaxud da onun sayəsində ölülər danışsaydılar, o kitab yenə bu Qur'an olardı. Lakin bütün işlər Allaha məxsusdur. İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi? Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə görə kafir olanlara müsibət üz verməkdə davam edəcək və ya onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz. Səndən əvvəlki elçilərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. Bir görəydin onları cəzalandırmağım necə oldu. Hər kəsin qazandığını qoruyub saxlayan Allah, buna qadir olmayan bütlər kimi ola bilərmi? Müşriklər isə Allaha şəriklər qoşurlar. De ki, onların adlarını söyləyin, yoxsa siz ona yer üzündə bilmədiyi şeyləri, yaxud boş sözləri mi xəbər verirsiniz? Doğrusu, kafirlərə öz hilələri gözəl göstərildi və onlar doğru yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz. Onlara dünya həyatında
əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan qoruyan olmaz. Müttəqilərə vəd edilmiş cənnətin vəsfi belədir. Onun ağacları altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə oddur. Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də vardır ki, onun bir qismini inkar edirlər. De ki, mənə Allaha ibadət etmək və ona şərik qoşmamaq əmr edilmişdir. Mən sizi yalnız ona ibadət etməyə çağırıram və qayıdışım da yalnız onadır. Beləliklə biz onu ərəbcə bir qanun olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, səni Allahdan nə bir himayə edən, nə də bir qoruyan olar. Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Heç bir elçi Allahın izni olmadan bir ayə gətirə bilməzdi. Hər vaxtın bir yazısı var. Allah bu yazıdan istədiyini silər, istədiyini də sabit saxlayar. Kitabın anası da onun yanındadır. Biz onlara vəd etdiyimizin bir qismini sənə göstərsək və ya ondan öncə səni öldürsək, bil ki, sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Haqq hesab çəkmək isə bizə aiddir. Məyər kafirlər bizim yeryüzünə gəlib, onu bəzi tərəflərindən azaltdığımızı, müsəlmanların ixtiyarına verdiyimizi görmürlərmi? Allah istədiyi kimi hökm verir. Onun hökmünü ləğv edən olmaz. O, tez haqq hesab çəkəndir. Onlardan əvvəlkilər də hilə qurdular. Halbuki bütün hilələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər axirət yurdunun kimin olacağını biləcəklər. Kafirlər deyirlər, sən göndərilmiş elçi deyilsən. De ki, mənimlə sizin aranızda Allahın və kitabı bilən kimsələrin şahid olması yetər. İbrahim Suresi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əlif, Ləm, Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura, qüdrətli, tərifə layiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir kitabdır. O Allahın ki, göylərdə və yerdə nə varsa O'nundur. Giriftar olacaqları şiddətli əzabdan dolayı vay kafirlərin halına. O kəslər ki, dünyanı axirətdən üstün tutur, insanları Allah yolundan saptırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər. Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, haqqı onlara bəyan etsin. Allah istədiyini saptırır, istədiyini də doğru yola yönəldir. O, qüdrətlidir, müdrikdir. Biz Musanı möcüzələrimizlə göndərib ona xalqını qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal dedik. Şübhəsiz ki, bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır. O zaman Musa öz xalqına demişdi,
Allahın sizə verdiyi neməti xatırlayın. O sizi Firon əhlindən xilas etdi. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbinizdən sizin üçün böyük bir sınaq var idi. O zaman Rəbbiniz bildirmişdi: əgər şükr etsəniz, sizə olan nemətimi artıraram. Yox, əgər nankörlük etsəniz, bilin ki, mənim əzabım şiddətlidir. Musa dedi: əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah həqiqətən də zəngindir, tərifə layiqdir. Sizdən əvvəlkilərin, Nuh qövmünün, Ad və Səmud tayfalarının, onlardan sonrakıların xəbərləri sizə gəlib çatmadımı? Bu haqda Allahdan başqa heç kəs heç nə bilmir. Elçiləri onlara açıq aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: biz sizinlə göndərilənlərə inanmırıq və bizləri dəvət etdiyiniz tövhid barəsində şübhə doğuran şəkk içindəyik. Elçiləri onlara dedilər: göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi iman gətirməyə çağırır. Onlar dedilər: siz də bizim kimi ancaq bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Elə isə bizə açıq aydın bir dəlil gətirin. Elçiləri onlara dedilər: biz də sizin kimi bir insanıq. Lakin Allah öz qullarından istədiyinə lütfkarlıq edir. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər. Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allaha təvəkkül etsinlər. Kafir olanlar öz elçilərinə dedilər: sizi ya öz torpağımızdan qovacağıq, ya da mütləq dinimizə qaydacaqsınız. Rəbbi də onlara belə vəhy etdi: biz zalimları mütləq məhv edəcək və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir. Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı. Qabaqda onu cəhənnəm gözləyir. Orada ona irinli su içirdiləcək. O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir. Rəbbini inkar edənlərin məsəli, onların əməlləri qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur. Allahın göyləri və yeri haqdan yaratdığını görmürsənmi? Əgər O istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gətirər. Bu, Allah üçün çətin deyildir.
Axirət günü hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər: Biz sizə tabe idik. İndi siz Allahın əzabını qismən də olsa bizdən soğuşdura bilərsinizmi? Onlar deyəcəklər: Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. İndi qəm çəksək də, səbr etsək də bizim üçün eynidir. Çünki bizim üçün qurtuluş yeri yoxdur. İş bitdikdə şeytan deyəcək: Həqiqətən də Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim. Siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim. Həqiqətən, zalimlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır. İman gətirib salih əməllər edənlər isə ağacları altından çaylar axan, Rəbbinin izni ilə içində əbədi qalacaqları cənnət bağlarına daxil ediləcəklər. Onların orada qarşılaşarkən bir-birinə deyəcəkləri söz salam olacaqdır. Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz, kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalimları saptırar, Allah istədiyini edər. Məyər sən Allahın neymətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyənləri görmürsənmi? Onlar cəhənnəmə girəcəklər. Ora necə də pis yaşayış yeridir. Onlar insanları Allah yolundan saptırmaq üçün bütləri ona tay tutdular. De ki, hələlik əylənin, şübhəsiz ki, dönüşünüz odadır. İman gətirən qullarıma de ki, namaz qılsınlar. Alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və aşkar xərcləsinlər. O mərhəmətli Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün növbə-növ məhsullardan ruzi yetişdirdi. Əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi. Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı sizə tabe etdi. Gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın neymətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən insan çox zalım, çox nankördür. Bir zaman İbrahim demişdi: Ey Rəbbim, bu şəhəri əminamanlıq yurdu et, məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır. Ey Rəbbim, həqiqətən də onlar çox adamı azdırıblar.
Kim mənə tabe olsa, o məndəndir. Kim də mənə asi olsa, bilsin ki, sən bağışlayansan, rəhimlisən. Ey Rəbbimiz, mən nəslimdən bəzisini sənin mühafizə olunan evinin yaxınlığında heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz, onlar namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meyilli et və onlara növbə-növ məhsullardan ruzi ver ki, bəlkə şükr etsinlər. Ey Rəbbimiz, sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz. Qoca vaxtımda mənə İsmaili və İshakı bəxş edən Allaha həmd olsun. Həqiqətən Rəbbim duaları eşidəndir. Ey Rəbbim, məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz, duamı qəbul elə. Ey Rəbbimiz, haqq hesab günü məni, valideynlərimi və möminləri bağışla. Zalimların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır. O gün onlar başlarını yuxarı qaldıraraq carçıya doğru tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq və onların qəlbi də bomboş qalacaqdır. Qorxudan bütün başqa duyğulardan xali olacaqdır. İnsanları onlara əzab gələcəyi günlə qorxud. O gün zalimlar deyəcəklər: Ey Rəbbimiz, bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və elçilərin arxasınca gedək. Onlara deyiləcəkdir: Məyər əvvəllər siz dünyadan köçməyəcəyiniz barədə and içməmişdiniz? Siz özlərinə zülm edənlərin yurtlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə aydın oldu və sizə misallar da çəkdik. Zalimlar öz hilələrini qururdular. Halbuki onların hiləsi Allaha bəlli idi. Onların hiləsi ilə dağlar yerindən tərpənən deyildir. Allahın öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən Allah qüdrətlidir, intiqam almağa qadirdir. O gün yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və insanlar tək olan, hər şeyə qalib gələn Allahın hüzurunda duracaqlar. O gün günahkarları zəncirlənmiş görəcəksən. Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir. Allah hər kəsə qazandığının əvəzini vermək üçün belə edəcəkdir. Həqiqətən Allah tez haqq hesab çəkəndir. Bu Qur'an insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın tək ilah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.